Daha bir finala bərabər oyun, mövsümün xilas olunacağı, taleyinin həll olunacağı oyun və yenə də gözləntilərin, istəklərin doğrulmadığı hesab Turan Tovuz Araz Naxçıvanla oynadı və növbəti podkastımızın əsas mövzusu budur. Hər vaxtınız xeyir, həmkarım Emin Şəmsiyevlə birlikdə bugün Tovuz klubunda, Turanda yaşananları müzakirə eləyəcəyik. Ümidlər davam edir və bu ümidlərlə bağlı gözləntiləri isə qonağımız Xanoğlan İmanov, idman jurnalisti, Sportinfo saytının əməkdaşı bizimlə bölüşəcək. Bir daha hər vaxtınız xeyir, Xanoğlan, xoş gəldiniz. Xanoğlan, salam. Nəhayət ki, səni artıq verilişə gətirə bildik. Çünki bilirsən ki, uzun müddətdir Xanoğlanı burada görmək istəyirdik. Son oyundan başlayaq Xanoğlan. Turan Tovuz yaxşı şans əldə etmişdi mövsümü xilas etmək yolunda. Yəni bəlli hədəflər üçün xilas etmək yolunda. Konkret desək bürünc medal və Avrokuboklar yolunda. Araz Naxçıvanın kubok oyunu da var idi və qırmızı aldığı oyunda qalib gələ bilmədi. Bəli, Turan üçün finala bərabər maç deyə bilərdik. Qızıl dəyərində 6 xallıq oyun idi. 3-cü yer uğrunda mübarizədə. Belə deyim, İlk başdan deyim ki, Turan məncə bu görüşdə 2 xal itirdi. Açığı bu mövsüm bir çox oyunlar olub ki, Turanın oyunlarını bəyənməmişəm. Daha çox praqmatik futbol, deyərdim ki, əlimdəki futbolçunun keyfiyyəti daha yaxşı oynamağa imkan verdiyi halda bəzən sanki biraz qorxaq futbol görürük Berdiyev timsalında, amma sırf Araz Naxçıvanla Mərdəkandakı son oyunda mövsümün ən yaxşı oyunlarından birini keçirdi. Sürət vardı, dinamika vardı, istək və mübarizə vardı futbolçularda. Motivasiya deyərdim ən üst səviyyədə idi. Oyuna yaxşı başladılar ilk hissədə və məntiqi nəticəsi olaraq hesabı açdılar. Hətta fərqi daha da böyütmək olardı. Futbolçuların belə bir fürsətləri də vardı. Sanki bir arxayınlıq gəldi komandaya deyim, nədənsə sırf həm də Araz Naxçıvan tərəfindən baxası olsaq, bugün bu komanda üçün həm də bərabərlik qənaətbəxş idi. Çünki xal fərqi yerində qalacaqdı, sona 5 tur qalmış. O baxımdan Araz Naxçıvan arası bir qədər rahat futbol oynayırdı, müdafiədə futbol oynamağa çalışırdı. 3-cü zonada daha çox oynayan tərəf Turan Tovuz idi. Fasilədən sonra bir şanssız qol buraxdı Turan Tovuz. Deyərdim ki, bəlkə də onun eyni epizoddan birində o top qapıya gedərdi ki, həmin oyuna təsadüf elədi şanssızlıqdan. Bərabərlik qolundan sonra bəlkə də o bərabərlik qolu da bir qədər Turanı ümidsizləndirdi. Qələbəyə olan inamını bəlkə də azaltmış oldu ki, o ilk hissədəki dinamik sürətli Turan Tovuzu görə bilmədik. Ardınca qırmızı vərəqə, düşünürdüm açığı qırmızı vərəqədən sonra Turanın qələbəni əlinin içində olduğu kimi düşünürdüm. Çünki az vaxt qalmırdı. Təxminən 17-20 dəqiqə arasında vaxt qalırdı. 78-ci dəqiqə hakimin əlavə elədiyi 4-5 dəqiqə vaxt var idi. Düşünürdüm ki, Turan Tovuz qələbə qazanacaq. Çünki əvvəlki oyunlarda belə bir təcrübə vardı. Qırmızı vərəqə rəqib aldığı oyunlarda Turan Tovuz təzyiq eləyib, sistemi dəyişib, Berdiyevin müəyyən addımları vardı, göz bəhrəsini vermişdi. Komanda qələbə vacib olan qələbələri qazana bilmişlər. Elə həmin oyunlardan biri Turan Tovuzla oyuna təsadüf eləyirdi. Daha doğrusu Araz Naxçıvanla oyuna təsadüf eləyirdi. Digəri ötən tur Sabahla oyuna təsadüf eləyirdi. Məni çox təəccübləndirən Berdiyevin qırmızı vərəqədən sonra susqun mövqe tutmağı oldu. Düzdür, özü tribunadaydı, ehtiyat oyunçular skamyasına deyildi, amma heç bir müdaxiləsini görmədi, heç bir əvəz etmədən istifadə eləmədi. Sonrakı o 17 dəqiqə, 20 dəqiqə az bir müddət deyildi, heç bir əvəz etməyə getmədi. Halbuki ehtiyat skamyada oyunu gücləndirə biləcək, oyunu dəyişə biləcək adlar var idi. Məsələn, Xəyal Nəcəfovu qeyd eləyə bilərəm ki, komanda kreativ futbolçudur, topu özündə saxlamağı yaxşı bacaran futbolçudur. Müəyyən ara ötürmələrindən, standart vəziyyətlərdə hücuma əhəmiyyətli dərəcədə dəstək verən. Qatqa qata bilərdi, çox qatqa qata bilərdi. Nədənsə dəyişmədi. Araş Qadirinin nə qədər təəccüblü olsa mən qeyd eləyəcəm. Çünki müdafiə fazasında o qədər effektiv olmasa da, o bəzən son dəqiqələrdə hücum xəttində gərginlik yarada bilərdi. Turanın bugün ən böyük üstünlüyü, özəlliyi ondan ibarətdir. Standart vəziyyətlərdə Araş Qadiri rəqibin cərimə meydançasında o gərginliyi yarada bilərdi. Hava toplarını qazanmaqla, özü birbaşa qapıya da olmasa, hava toplarını qazanmaqla komanda yoldaşlarına fürsət yarada bilərdi. Təəssüf ki, onu da görmədi. Ümumiyyətlə heç bir dəyişikliyə getmədi, heç bir sistem dəyişikliyinə getmədi. Monoton tərzdə getdi. Hansısa bir riskə gedəcəyini gözləyirdim, o riskə də getmədi. Oyundan sonra Yunus Hüseynovun da açıqlaması vardı ki, tələsmək istəmədi. Bilmirəm arxasında nə deyən, amma mən ümumiləşdirisi olsaq düşünürəm ki, həm oynadığı futbolla, həm vacib əhəmiyyətini kəsb edən oyun olmağını nəzərə alsaq, Turan bu görüşdə 2 xal itirdi. Elə Yunus Hüseynov da mətbuat konfransında qeyd etdi, etiraf elədi ki, biz yəni 2 xal itirdik. Baxmayaraq ki, səfərdə oynayırdıq, baxmayaraq ki, Araz Naxçıvana qarşı oynayırdıq. Yəni yaranan şansdan
düzgün istifadə eləməyib, yəni 2 xal itirdiklərini Yunus Hüseynov etiraf elədi. Və bununla paralel onu da etiraf elədi ki, risk almamağını da ona bağladı ki, biz növbəti 5 oyuna ümidlərimiz var və risk alıb məğlub olmaqdansa o 5 oyuna daşıyırıq hər şeyi. Yəni burada saxlayıb sanki vaxtımızı burada dondurub o 5 oyunda davam eləmək istəyirik. Yeri gəlmişkən elə 5 oyunla bağlı istəyərdim o şansları dəyərləndirək. Birinci Şamaxı ilə öz evində Şamaxını qəbul edəcək. Ondan sonra Kəpəzlə oyun var. Açığı tələsməməyin arxasında bəlkə də həmin o 5 oyunluq qrafik dayanırsan ki, çünki o qrafikə biz diqqət eləyəsə olsaq Turanın daha üstün mövqedə olduğunu görürük. Rəqiblər sanki bir münasibdir. Orada yalnız iddialardan zirə var. Ad olaraq Neftçini də qeyd eləyə bilərik, amma hazırki idman formasını nəzərə alsaq, Neftçi o iddiada deyil. Məsələn, Turan o görüşdən 3 xal çıxara bilər, amma Araz Naxçıvan mövqeyindən baxarsa olsaq, onların yolu daha çətindir. Yolu daha çətindir, çünki komanda ilə qarşıdakı tur Qarabağla oyun gözləyir. Ondan başqa Zirə və Sabahla oyunları var, əhəmiyyətli oyunları var, iddialı komandalarla oyunları var. Bu baxımdan düşünürəm ki, bundan sonraki periodda 5 oyunluq periodda Araz Naxçıvan işi daha çətindir, nəinki Turan Tovuzun. Əslində mən o baxımdan düşünürdüm ki, bu görüşdə qazanılacaq 3 xal çox həlledici ola bilərdi. Çünki növbəti tur Turan Tovuz doğma meydanda outsiderlərdən belə deyək, aşağı yerlərdə qərarlaşan Şamaxı ilə qarşılaşacaq ki, 3 xal qazanmaq şansı kifayət qədər böyükdür. Amma Araz Naxçıvanın rəqibi Qarabağdır. O Qarabağ ki, bəli, çempionluğu bəlkə də taleyini həll edib, amma bu mövsüm Qarabağ və Araz arasındakı oyunlar çox gərgin keçir, dramatik keçir, bir prinsipiallıq yaranır sanki. Həm də onların kubok oyunu da var. Həm də kubok oyunu var. Düşünürəm ki, hətta o oyunun nəticəsi Qarabağ üçün əhəmiyyətli olmasa belə dramatik keçəcək, gərgin keçəcək və xal etmə ehtimalı böyükdür. Və bu 2 turda hətta 3-cü yerə yüksələ bilərdi Turan Tovuz. Belə bir fürsəti əldən verdi, amma deyim ki, şanslar bitməyib, qarşıda böyük imkanlar var. Onu dəyərləndirmək üçün sadəcə mübarizə aparmaq, inanmaq, güvənmək lazımdır Turan cəbhəsi adına. Bir də məndə əlavəm var, Emin. Sanki o oyunda bilmirəm nə dərəcədə doğrudur, amma komanda biz dedik birinci hissədə yaxşı futbol oynadı, öyrəşdiyimiz o ehtiyatlı futbol oynamadı, futbol oynamağa çalışdı da belə deyək. Bəlkə də o komandanı yormuşdu. 70-dən sonra demək olar ki, dayandılar da. Nə qədər məsələn qırmızıdan yaxşı motivasiya ola bilməz də. Komanda özündə güc tapa bilmədi, qabaqda çoxalmadı. Məsələn Xanoğlan çox vacib məqam qeyd eləyir. Adətən görürük Turan Tovuz çevirmək istədiyi, məğlub olduğu oyunların son dəqiqələrində standart vəziyyətlərdən olsa belə qabaqda təzyiq qurur, ucaboy futbolçular önə gedir, amma bunun heç birini görmədi. Orxan əlbəttə ki, meydana daxil oldu, amma Orxan çox tək görünürdü. Bir neçə epizodda biz bir yerdə baxırdıq da, sanki meydanın rəqabət hissəsində Orxan və ən çox ikinci futbolçu itirdi. Və orada Jo Batistan zədələnməyi də məncə çox vacib məsələdir. Oyundan bir gün qabaq artıq əldən getdi futbolçu üçün. Yer gəlmişkən Yunus Hüseynov bildirir ki, mövsüm bitirdi, əməliyyat olunacaq. Böyük ehtimal. Çox pis dövrdə deyərdim zədələndi. Çünki Turandakı ilk qolunu vurmuşdu. Səfərəmiz ötən tur Sabahla oyunda vacib 3 xal gətirən, 6 xallıq oyunda qələbə gətirən qolu vurmuşdu. Motivasiyası yəqin ki, üst səviyyədə idi və Taran tipli futbolçu, hücumçu olduğuna görə ön xəttdə məsələn Araz Naxçıvan oyunda ona daha çox ehtiyac vardı, nəinki Orxan Əliyev. Orxan Əliyev daha çox epizod oyunçusudur, ara ötürmələrində çıxsın təkbətək. Yəni belə tipdə futbolçudur, cərimə meydançasının içində daha çox epizod gözləyən futbolçudur. Amma Jo o deyildi, daha çox Taran tiplidir, komanda yoldaşlarına daha çox fürsət yaratmağı bacaran futbolçudur. Həm də Turan Tovuzun dediyimiz ən önəmli o standart vəziyyət ki, istənilən rəqibdən asılı olmayaraq, hətta bu Qarabağın oyunda belə bu kriteriya keçərli deyil. Rəqibin cərimə meydançasında standart vəziyyətlərdən o gərginliyi yarada bilirlər. Mən eşitdiyimə görə bizim bir neçə məşqçisinin hədəfi imiş Jo Batista bundan qabaqki periodda yayda və bizim yerli futbol mütəxəssisləri onun haqqında çox pozitiv danışırlar. O açılışda, o komandada özünü tutsa çox istedadlı. Mən orada Otocan potensialını görürəm. Oyun başlamamışdan bir 5-10 dəqiqə əvvəl biz Qurban Berdiyevin dəhlizdə çox belə fikirli halda, çox qayğılı halda, tək otağa qapanıb pozitiv deyildi. Dəhlizdə o yan bu yana getdi. Biz həmin kadrları gördük. İndi hal-hazırda izləyicilərə də göstəririk onu. Və Ruslan Abuşovun mən orada artıq ikinci rolunda gördüm meydanda. Çünki oturmadı. Söhbət Abuşovdan gedir, baş məşq köməkçisindən. Qulağında xüsusi
qulaqçıqla, rolunu oynayırdı. bəli, həm də rabitəçi rolunu oynayırdı. Qurban Berdiyevin dediklərini Yunis Hüseynova anında çatdırırdı və Yunis Hüseynov da sözsüz ki, həmin o tapşırığa əsasən hərəkət eləyirdi. Amma belə görünür çox şey demədi. Yəni 70-dən sonra dəyişiklik Hə, olmamalı. yəni gözlənilən dəyişikliklər olmadı. Ciddi müdaxilələr. Yenə də Bir neçə mənə dəfə maraqlıdır. kadraja gəldi, Niyə? mən danışan görmədim yenə, bilmədim Ruslanın nə vaxt danışdı amma. Hə. Bir neçə dəfə Biz kadraja canlı gəldi, baxırdıq çox deyə susdu. orada görürdük. Tez. Yo, biz Ya, xüsusi təbii onu ki, qeyd danışır, mən kadra edirdik. düşmədim. Hə, oradaydı. Yəni demək olar ki, hər Bir-iki xırda mövqe dəyişikliyini gördüm mən orada Ümumiyyətlə göstərir. Berdiyevin Amma özəlliyindən də mən Berdiyevdə ilk dəfə onu görmüşəm. Cavid Hüseynovun da dövründə vardı. Daim tribunada bir nəfər analitik oturur, ehtiyat Yerindəcə, bəli. Daim əlaqədə olurlar. Orada tribunadan görmək tam başqa, stadionun düz kənarından Görmək tam başqa. Ya bu deyərəm ki, Berdiyevin özəlliklərindən biridir. Mən Azərbaycanda digər məşqçilər korpusunda bunu bilmirəm nə dərəcədə faydalıdır, nədir, amma bir yenilik deyərdim də bunu ki, daim əlaqədə olur, məlumat ötürür, oradan Berdiyevin məlumat. Razıyam, analitik Düzgün yuxarıdan bax. zərəri yoxdur ən azı. düzgün istifadə edə bilirlərsə kimsə əgər bunu, yəni orada oturanda o demək deyil ki, hər şey düzəlir. Orada oturanmaqdan savayı da həm də bunu düzgün tətbiq İşə çevirməlisən. Hə. Yəni Orada faydalı ola futbolçuların bəli, mövqeləri daha aydın görünür. Kimin hansı zonada daha çox Ən azı boşluq fərqli verdiyi, bucaqdan asıldığı. baxırsan. Hə. Biri var oradan, biri var oradan. Yəqin Qurban İş Berdiyev olaraq qırmızı məntiqli vərəqəni görünür. qazananda da bəlkə də bir balaca Məncə o üstünlüyü də var idi onun. Mən Yer gəlmişkən istərdim o mövzudan da danışaq. ona da toxunaq. Bilirəm ki, hamının bununla bağlı öz fikri, öz mövqeyi var. Adekvat futbol barəsində məlumatı olan insanlar bilir ki və razılaşar ki, sözsüz ki, razılaşmalıdır ki, Qurban Berdiyevin qırmızı vərəqə alması tamamilə ədalətli bir qərar idi. Çünki aşırı bir aqressiya var idi, aşırı bir emosionallıq var idi və təhqirin olub-olmayacağı ilə bağlı eşitmədik, orada deyildim. Televiziya vasitəsilə də belə bir fakt olmadı. Faktı təsdiq edə biləcək bir nəfər də tapa bilməm, amma okey, yəni baş məşqçi qırmızı vərəqə almaq üçün hər şey etdi. Və bunun da nəticəsidir ki, növbəti oyun meydanda olmadı və bundan sonraki oyunda da meydanda olmayacaq. Bunlar okey, bunlar qaydasında, amma Affanın yanaşması bir balaca. Yenə də o xüsusi Turantovza xüsusi bir yanaşmaları var ki, onların 5 oyunluq 3 şərti olmaqla. Bu nə vaxtdan bu 5 oyunluq 3 şərt? Bu hansı hala görə artıq 5 oyunluq oldu, bu mənə maraqlıdır. Niyə bundan əvvəl dəfələrlə hakimləri təhqir edənlər 5 oyunluq 3 şərti almırdı? Yəni sözsüz ki, onlar da 2 oyun meydanda olmurdu. Qayıdırdı, yenidən qırmızı vərəqə alırdı. Bilirsiniz, xarici mütəxəssislərdən gedir söhbət. Yenidən qırmızı vərəqə ilə cəzalandırılırdı. Bu yanaşma, o boyda məbləğ tətbiq eləmək, bundan nəyi sübut eləmək istəyir Affa, nəyi göstərmək istəyir Affa? Bu dəfə nə düz getmədi, bu dəfə onların xoşuna nə gəlmədi? Yəni qırmızı vərəqə almaq olmazmı futbolda? Bəli. Əslində arzu olunan deyil, amma futbolda sarı vərəqə də var, qırmızı vərəqə də var. Niyə görə hansısa bir bölgə futbolunda üzlər güləndə, niyə hansısa bölgəmizdə insanlar xoşbəxt olanda futbol naminə bu Affanı belə çox narahat eləyir və gəlir nüfuz qoyur sanki xoşbəxt olmamışdan qabaq, çiçəklənməmişdən qabaq bir bax gör burada kim var. Qoy bir mən çiçəklənim, sonra sən çiçəklənərsən. Sən çiçəklən də səni kim mane olur ki, çiçəklənəsən? İndi təkrar da olsa yenə qeyd eləyəcəm. Biz onlara sual versək ki, bu tətbiq olunan bu cərimə, bu sanksiyalar nə ilə izah edirsiniz? Sözsüz ki, deyəcəklər ki, baxın dünya praktikasında var, FIFA, UEFA bunu tələb eləyir. FIFA, UEFA bunu tələb eləyir. Okey, FIFA ilə UEFA'nın tələb etdiyi hər şeyə mi əməl edirsiniz siz? Niyə onun pozitiv notlarını biz görmürük? Niyə o pozitiv əməl edəcəyiniz qərarları, istəkləri azarkeşlər görmür? Niyə yalnız neqativ, cərimə, cəza, sanki hamı yerini bilsin filan, bu yanaşma ilə bu belə qeyri-hökumət təşkilatı olarmı yəni? Ümumiyyətlə qərarın özündə bir problem var. Bu mənim fikrimdir. Biz Xanovlarla da danışdıq öz aramızda. Orada qərarda, yəni təhqirin olmağından da bəlkə onu biz kluba da sorğu göndərdi. Həmkarlarımız bilmirəm yoxsa yox. O klubun mövqeyi Qurban Berdiyevin açıqlaması necədir, amma protokolda bildiyimizə görə etiraz idi. Yəni təhqir yox idi. İntizam komitəsi o təhqir təzad var idi orada. Yəni açığı heç aydınlıq da gəlmədi ona, bilmirəm.
klubların intizam komitəsindən. O bir təzad vardı. Hakim orada etiraz bildirir, burada təhqir yazılır və ona uyğun. Məncə bu qədər şişirdiləcək bir məsələ deyildi. Baş məşqçi zaman-zaman bunu görmüşük, etirazların, daha sərt formada etirazlarını görmüşük. Məncə bir oyunluq qırmızı vərəqə ilə belə, daha doğrusu bir oyunluq cəza ilə belə keçinmək olardı, üzərindən ötmək olardı. Və nəzərə alaq ki, orada çox belə əhəmiyyətli bir epizod deyildi də. Yəni deyək ki, bir penalti epizodu, həlledici zonada, çox meydanın elə bir dərinliyindədir ki, bir təhlükə saçacaq bir epizod deyildi. Bir anda sanki Berdiyə partladı. Mənə görə bu hardasa bir hiyləgə addım kimi mən bunu qiymətləndirirəm. Sanki bir neçə oyunludur komanda istənilən oyunu göstərə bilmirdi, istənilən nəticələri əldə edə bilmirdi və sabahla oyun deyərdim ki, qırılma nöqtəsidir. Həmin oyundakı məğlubiyyət komandanı hətta 4-cü pillədən uzaqlaşdıra bilərdi. Şanslarını kölgə altına sala bilərdi və sanki nəsə etmək lazım idi. Görünür paltar dəyişmə otağında, həftə ərzindəki məşqlərdə sanki komanda istədiyi kimi hazırlaya, istədiyi kimi o müdaxiləni, o toxunuşu təmas eləyə bilməmişdi komandaya. Bunu nə ilənsə sığortalamağa çalışırdı və orada deyəlim o zəngin təcrübəsini işə saldı. Biz sabahla oyuna da komanda psixoloji olaraq sanki hazır çıxmamışdı. Komanda erkən qol buraxdı, oyunun gedişi də Turan azarkeşlərinə qane eləmirdi, Turan üçün uğurlu deyildi. Sabah daha üstün tərəf təsiri bağışlayırdı. Hətta deyərdim ki, növbəti qolları vurmaq üçün fürsəti var idi. Hansısa müdaxilə mütləq idi, hansısa müdaxilə qaçılmaz idi. Düşünürəm ki, Berdiyev o müdaxiləni məhz bu qırmızı vərəqədə gördü. Sadə bir epizodda partladı, belə deyərdim. Və bütün diqqətləri üzərinə çəkə bildi. Həm rəqib cəbhəni, həm azarkeşləri, həm öz futbolçularının diqqətini öz üzərinə çəkə bildi və sanki ayıltmaq istədimi? Ayıltmaq üçün nəsə bir şey lazım idi. O bunu bunda gördü. Hiyləgər bir addım kimi qiymətləndirirəm ona görə. Və deyərdim ki, bacardı. Bacardı və oyundan sonra ən az 2 futbolçunun açıqlaması yadımdadır ki, bildirdilər biz bu oyunu Qurban Berdiyev üçün oynadıq. Baş məşqçimiz üçün oynadıq. Görünür ki, onun mesajını ala bilmişlər. Kənardan verdiyi mesajını ala bilmişlər və hakimlərə sərt etirazından sonra o ehtiyat skamyanı tərk eləyəndə də son anda futbolçularına durub əl jest elədi. Sanki onlara oyanmağa, tərpənməyə, daha dinamik oynamağa, daha çox mübarizə olmağa səslədi. Və düşünürəm ki, bu effektini verdi və vacib qələbə qazandı. Bəlkə də mövsümü xilas eləyəcək bir qırmızı vərəq ola bilər bu. Ola bilər. Bəyim, bayaq sən qeyd etdin, bu qərarla bağlı, kluba qarşı olmağıyla bağlı. Əslində biz bu mövzuda danışmaya da bilərik. Bunu zamanında, bəlkə başqa zamanda da ola bilər. Amma düşünürəm ki, məsələn, orada 5 şərti olsa belə cəza 5 oyun göstərmək sanki bir göz dağıdır da. Yəni 5 oyun cəza daha ağır. Söhbət ondan gedir. Burada söhbət tək Turan Tovuzdan getmir ki. Və əsas məsələ burada tamam başqa bir şeylər var. Biz ötən gün də bir yerdə danışmışıq bu barədə. Məsələn, Premyer Liqa klublarında bütün məşqçilər, bütün funksionerlər az qala hakimlikdən narazıdır. Amma Turan Tovuza qarşı olanlar biz yenə də qeyd edirik. Dünən oyundan sonra azarkeşlərdən biri ilə ünsiyyətdə olduq. İndi biz dünən deyirik də veriliş elə çəkilir ki, onlar bildirir ki, əgər biz Ehtiram Quliyev bu komandadan gedərsə, başqa klublar kimi olacağıq. İndi başqa klublar bizdən inciməsin, amma deyirlər biz də başqa klublar kimi olacağıqsa, formalli kiminsə mərkəzdən idarə elədiyi klub olacağıqsa, bu azarkeşi, bu havanı görməyəcəklər. Çıxışda avtobusun yanında bunu gördülər, bizə dedilər. Niyə bizə dedilər? Gör adamlar hardan hara nə hiss edir. Yəni bunu bilərəkdən məqsədli şəkildə demirlər. Yəni bunların keçirdiyi hisslər budur. Və AFA da bu gün əlində olan yeganə iş adamı, yeganə çempionata maraq qatan, yeganə bir klub sahibi kimi özünü aparan funksioneri, şəxsi iyrəndirməməlidir, küstürməməlidir. Biz bu barədə indi öz aramızda da danışmışıq, dəfələrlə də danışırıq ki, məsələn, küstürmək də belə olur. Yəni məsələn belə deyək, mövsümün əvvəlindən o süni örtüyün otla əvəzlənməsi məsələsi, cəza məsələsi, bu cəza məsələsi, sabah bir məsələ də olsa artıq damla-damla kiçik elementlər toplanır və axırda böyük bir problemə gəlir və bir anda necə ki biz görmüşük də başqa klubların rəhbərləri, bir anda adam hər şeydən imtina edib gedə bilər. Əlbəttə və bu artıq ölkə futbolu üçün çox ciddi zərbə, çox ciddi tragediyadır. Hadisə olacaq və Ehtiram Quliyevin Turan Tovuzda olması, o bəzi o belə deyək, rəngarənglik qatması klub
rəhbəri olaraq təkcə ölkə futbolunun inkişafına təkcə belə dəstək olmur da. Məsələn, başqa sahələrdə olan iş adamları da maraqlı olur. Bu gün məsələn futbolun inkişaf fondu var. Onlar iş adamları Üzr istəyirəm, o futbolun inkişaf fondunun görmədiyi bir məqam var ki, yəni etməli olduğu və etmədiyi bir məqam var ki, Ehtiram Quliyev bunu eləyir. Söhbət nədən gedir? Ehtiram Quliyev həm də investorların, biznesmenlərin onların yerli komandalarına gəlməsini reklam edir ki, yəni siz gəlib gör nələrə nail ola bilərsiniz burada. O boyda azarkeşin rəğbətini qazana bilərsiniz. Meydanda nə qışqırırlar azarkeşlər oyun başlamazdan əvvəl Ehtiram Quliyevin, yəni salamlayır, ən böyük başqan, bizim başqan filan. Ona nə boyda bir məhəbbət var. İnsan bundan həm də həzz alır. İnsan bundan yaşayır. Bu insan üçün nə qədər pozitiv məqamlardır. Bir çox investorlar, bir çox biznesmenlər öz bölgələrində bu cür gələ bilər futbola. Yəni. Bəs o məqama, elə sənin dediyin məqama gəlirdim ki, futbolun inkişaf fondundakı həmkarlarımız bu günləri hansısa kluba, hansısa belə deyək, bir şirkət sahibinə, bir rəhbərə yaxınlaşanda məhz Ehtiram Quliyevi nümunə göstərirlər. Yəni bu çox yaxşı bir vasitədir əllərində. Sabah AFFA da hansısa bir iş adamına qapı açmaq istəyir. İndi son konfransda Rövşən Nəzəf bildirdi ki, iş adamlarını futbola cəlb etməyə çalışırıq. Ehtiram Quliyevi əlində nümunə kimi onlara təqdim edir ki, bax belə nümunələr var. Yəni hansı tərəfdən baxsan bu adamı küstürmək, bu adamı uzaqlaşdırmaq olmaz və AFFA bu məsələyə çox həssas yanaşmalıdır. Yəni bu gün nizamnamə, qərarlar, qaydalar buna imkan verirsə belə müəyyən yumşalmalara, müəyyən daha belə deyək, həssas məqamlara diqqət eləməyə çalışmalıdır. Çünki bu xırda hadisələr artıq toplanır və 1 il, 2 il, 5 ay, 6 ay davam eləyəcək. Bir yerdə o adamın partlamasına özdə biz görürük ki, o necə emosional, o indi həmişə deyirik o türklərdə falan gördüyümüz o başqa tipli idarəçilərlə və bir gün o emosional qərarla hər şeyi alt-üst edə bilər. Bəli. Küsə də bilər, üstünlüyü elan eləyə də bilər və xət çəkə bilər, hər şeyin üstünə. Yəni insandır, onun da bir bəlli bir kasanın dolma bir yeri var da. İndi və biz bunu o keçən dəfə də danışdıq. Ki, investorları cəlb eləmək istəyir AFFA. İndi onlar nə ilə cəlb eləyirlər? Ehtiram Quliyev faktı ilə mi, yoxsa Ehtiram Quliyevə və komandasına tətbiq olunan cərimə və xüsusi dırnaqarası yanaşma ilə mi? Yəni bir qərara gəlsinlər insanlar. İnsanlar bir qərara gəlsin də görək biz nə edirik? Biz investormu cəlb eləyirik, yoxsa əksinə deyirik ki, ad olaraq cəlb eləyirik, amma əslində yerimizi bil. Mən belə başa düşürəm bunu. Dediyiniz fikirlərə qatılıram və ümumi mən baxıram məsələyə, həm də Eminin qeyd elədiyi kimi təkcə Turan Topuz prizmasından yox, bütün klublarımız prizmasından baxası olsaq, Azərbaycan futbolunun inkişafı həm də müstəqil yanaşmadan keçir. Klub idarəçilərinin müstəqil olması, klub rəhbərlərinin müstəqil olması, yəni bu çox önəmli faktordur. Biz köhnə AFFA rəhbərliyinin dövründə bu şeyləri görmürdük. Yəni konkret olaraq uzun müddət 8 komandalı Bakı çempionatı keçirilirdi və əksəriyyətinə öncədən məlum olunan müşahidə şurası yaradılmışdı. Müşahidə şurasının sədri birbaşa federasiyadan təyin olunurdu. Fatı otur, fatı dur təfəkküründən idarə olunurdu. Yəni belə futbol idarə olunmaz. Belə nə rəqabət olacaq, nə gərginlik olacaq. Oyunlar arasında, rəqiblər arasında, azarkeşlər arasında hər hansı bir prinsipiallıqdan danışa bilmərik. Bunun üçün müstəqil rəhbərlər olmalıdır və müstəqil rəhbər nümunəsi danışası olsa, bugün Ehtiram Quliyev kimi bir nümunə bizim qarşımızdadır. Mən hər zaman Qurban Qurbanovla bağlı bunu deyirəm ki, biz yaxşı məşqçi, yaxşı klub nümunəsi axtarırıqsa, kənara getməyə ehtiyacımız yoxdur. Bugün Qarabağ kimi, Qurban Qurbanov kimi nümunəmiz var. Bugün müstəqil iş adamından danışırıqsa, bugün Azərbaycan futbolunda Ehtiram Quliyev kimi müstəqil iş adam nümunəsi var. Adam sadəcə kluba pul ayırmır. Adam klubundan yaşayır. Klubun bütün ev, səfər oyunlarında tribunadadır, yerindədir, komandanın yanındadır, özünü o klubun azarkeşlərindən biri sayır. Kluba könlünü verib, sevgisini verib, təkcə pulunu verməyib. Bu adamın bu qədər bağlılığı fonunda mən tərəfdarıyam təbii ki, onu küstürmək yox, əksinə biz yol açmalıyıq ki, digər iş adamları da bu nümunədən faydalansın, bu nümunəyə baxıb eyni addım atsınlar. Hansısa digər bölgə klublarımızda da onlar sahiblənsinlər. Və AFFA rəhbərliyinin sonuncu hesabat konfransında Rövşən Nəcəfin bir fikri vardı ki, AFFA rəhbəri o qeyd elədi ki, biz bu qədər işləri görmək üçün təkcə AFFA maliyyəsi yox, iş adamlarını cəlb eləməliyik. Mən düşünürəm ki, bunu fikirdə yox, sözdə yox, həm də əməldə həyata keçirmək lazımdır. Biz o iş adamlarına sahib olmalıyıq.
sahib çıxmalıyıq, hörmətlə, sayğı ilə yanaşmalıyıq. Biz uzun illər dediyim kimi 8 komandalı Azərbaycan çempionatı olub, klublar Afan Kurasiyasında olub, bəlli müşahidə şurası, təyin elədikləri müşahidə şurasının sədri olub, federasiyanın dediyi fikirlərlə razılaşıblar, onlar deyilən fikirlə, ideya ilə davam ediblər. Bu gün Turan kimi bir camiəni görəndə təəccüblənməsinlər. Biz artıq buna alışmalıyıq. Bu camiənin davamının gəlməsinə yol açmalıyıq. Xanoğlan İmanovun belə mövqedə olması sevindiricidir. Tək ki, belə bir həmrəyliyimiz olsun jurnalistlər arasında. Əlavəniz yoxdursa, Azər, bugünkü buraxılışı da artıq başa çatdıraq. Xanoğlan, təşəkkür edirik ki, dəvətimizi qəbul etdin, gəldin, dəyərli vaxtınızı ayırdınız. Mən sizə təşəkkür edirəm. Xoş oldu. Növbəti verilişlərdə inşallah qismət olar, yenidən görüşərik. Sizə uğurlar arzulayıram, layihənizə uğurlar arzulayıram. Təşəkkür. Təşəkkür edirəm. Növbəti buraxılışlarda görüşmək ümidi ilə hörmətli izləyicilər, sağ olun.